Salam, hörmətli abituriyentlər. Bu videoda mən sizlər üçün 2025-ci il Güvən Nəşriyyatı abituriyentlər üçün test tapşırıqlar toplusundan biokimiya bölməsinin 101-ci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, DNT molekulunda guanin sayı 400, ümumi nükleotit sayı isə 1800-dürsə, bu molekulda hidrogen rabitələrinin sayı ümumi nükleotitlərin sayından nə qədər çox olar? Demək, biz bilməliyik ki, nükleotitlərin ümumi sayının üzərinə ya guanin ya da sitozinin sayını gəlməklə hidrogen rabitələrinin sayını bilmək mümkündür. Bu zaman yazırıq 1800 nükleotit üstə gələk 400 guanin nükleotiti. Demək, bu da olur 2200 hidrogen rabitəsi. Demək, bizə də deyir ki, hidrogen rabitələrinin sayı ümumi nükleotitlərin sayından nə qədər çox olar? Ümumi hidrogen rabitələrinin sayı, yəni 2200-dən ümumi nükleotitlərin sayını, yəni 1800-ü çıxırıq, bərabərdir 400 olur. Demək, doğru cavabımız olur 400, yəni A variantı.